müəllimə mənə dedi ki, əlbəttə ki, qeydiyyatdan keç, niyə keçmirsən, sən də alınacaq. Dedim, yox, əvvəli mənim kart almağa pulum yoxdur. Sonra da ki, mən axı imtihana heç nəyə hazırlaşmamışam. Mən cəmaət aylarla müəllim yanına gedir. Axı mən hazırlaşmadan dedi, elə belə ver, bəxtini sına. Alınmazsa növbəti il təzədən hazırlaşarsan. Yox dedim, çıxdım, gəldim evə. Üstündən 1 saat geçmişdi, gördüm müəllimə, həmən müəllimə mənə zəng eləyir. Şəfəq, təcili mənə öz məlumatlarını göndər. Dedim, nə məlumat? Dedi ki, diplomunun şəkilin, şəxsiyyət vəsiqəni mən sənə özüm kart almışam. Qeydiyyat kartı almışam. Nəysə göndərdim, məlumatlarımı göndərdim müəlliməyə, keçdi qeydiyyatdan. Amma dedi, imtihanda iştirak elə, ha, yadından çıxmasın, imtihana get. Dedim, yaxşı, gedəcəm. Yadımdan da çıxdı. Artıq imtihanın yeri çıxıb, harada imtihan verməliyik, hamısı belə deyək də, məlumatlar yayımlanıb. Bir də gördüm, zəng eləyir mənə. Xəbərim var, bazar günü sənin imtihanında. Deyirəm, nə imtihanım? Deyir, magistratura. Deyirəm, axı mən hazırlaşmamışam. Sənə deyirəm ki, imtihana get. Dedim, yaxşı, gedəcəm. Mən indi yoldaşıma necə deyim ki, imtihana gedirəm. Deməli, bazar günüdür. Dəhşətli dərəcədə qar yağıb. Yəni, bəlkə Bakı elə bir qar görməyib deyim də, o dərəcədə qar yağıb. Yavaşca durdum, geyindim, çıxmaq istəyəndə yoldaşım oyandı. Şəfəq, hara gedirsən bu tezdən? Axı, məktəbə desəm, deyəcək ki, bazar günü nə məktəb? Dedim ki, bizi Dövlət İmtahan Mərkəzinə nəzarətçi kimi seçiblər. Mən ora gedirəm. Bir an hirsləndi, bircə bazar günü var, onda da sən harasa gedirsən, nə qədər iş olar, nə qədər məktəb olar. Dedim, hə, yaxşı, gələrəm, danışarıq. Elə bunu dedim, həyətə düşmək istəyəndə pilləkəndən yıxıldım. Düz qarın suyun içərisində təsəvvür eləyin ki, bütün üstüm, başım, palçığın suyun içərisində. Dedim, yox, qayıtsam yoldaşım icazə verməyəcək getməyə. Siz təsəvvür eləyin ki, o suyun içərisində, palçığın içərisində gəldim, indim avtobusa. 20 yanvar dairəsinə çatanda yollar bozdu. 20 yanvar dairəsinə çatanda avtobus qəzaya uğradı. Elə bil hər şey mənim o günüm üçün hesablanmışdı da. Başqa bir avtobus gəldi, bu avtobusa toxundu. Mən də pəncərənin yanında oturmuşam. Şüşə sındı, töküldü hamısı mənim üstümə. Onsuz da suyun içərisindəydim. Biraz da şüşə töküldü üstümə. Belə şüşəli şəkildə əllərim, artıq şüşələr kəsmişdi əlimi. Yenə də qayıtmadım.